Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün ərəblərin Azərbaycana gəlişi, ərəblərin dövründə Azərbaycan mövzusunun ikinci hissəsi ilə izahatımızı davam elətdirəcəyik. Başlayaq görək bu dövrdə biz nələrdən danışaq. İlk öncə ərəblər Azərbaycana gəldi. Tamam, ümumiyyətlə bu dövrdə Azərbaycanda ərəblər necə bir idarəçilik sistemi yaratdılar? Azərbaycanda ərəblər buranı özlərini necə belə deyək, tam şəkildə bağlayıb rahat idarə elədilər? Başlayaq birinci nədən? Azərbaycanın tarixi sərhədlərindən ilk öncə danışaq. Bildiyimiz kimi o dövrdə Azərbaycan ərəblər tərəfindən tam şəkildə işğal olunandan sonra Azərbaycanın ərazi adlarında ümumiyyətlə inzibati bölgü vahidlərində müəyyən dəyişikliklər edirlər ərəblər. Bu dövrdə belə bir məlumat verilir. İbn Həfqəl deyir ki, adına diqqətlə baxaq. Bu dövrdə biz ərəblərin dövründə bəzi ərəb tarixçilərin adlarını bilməliyik. Onların verdiyi məlumatları düzgün şəkildə başa düşüb anlamalıyıq. Baxaq, İbn Həfqəl. Nə deyibdi İbn Həfqəl? İbn Həfqəl deyir ki, Azərbaycanın sərhədləri şimalda Dərbənd şəhərindən, cənubda Zəncan şəhərinə qədər olan böyük bir ərazini əhatə edirdi və Rəş şəhəri artıq Azərbaycanın cənubunda sərhəd bölgə idi. Artıq Azərbaycan cənubda Zəncan və Rəşə qədər olan əraziləri əhatə edirdi. Yaxşı, başqa İbn Həfqəl nə deyir Azərbaycan haqqında? Bu dövrdə deyir ki, Azərbaycanı iki yerə bölən bir çay var, Araz çayı. Araz çayının cənubdakı torpaqları Adurbaqan adlandırırlar, şimalındakı torpaqları isə adlandırırlar Arran. Arran ifadəsi yeni bir ifadədir. Arran hara ad verilib? Haranın adıdır. Araz çayının şimaldakı Azərbaycan torpaqlarının adı Arrandır. Belə ki, 705-ci ildə biz bundan əvvəlki mövzu izahatımızda vurğuladıq ki, Albaniya tam şəkildə süqut edir, Bərdə şəhəri düşür, dövlət süqut uğrayır və beləliklə ərəblər Azərbaycanda Albaniyanı artıq adını sıxışdırıb çıxarır. Əvvəllər Şimali Azərbaycan Albaniya deyildiyi halda ərəblər Albaniya süquta uğradandan sonra artıq yeni bir ad verirlər Araz çayından şimaldakı torpaqlara. Adlanır nə? Arran. Yadda saxladıq. Deməli Arran Azərbaycanın Araz çayından şimaldakı torpaqlarının adıdır. Cənubdakı torpaqlara isə o dövrdə ad olaraq Adurbaqan yenə deyilməyə başlanmışdı. Ümumiyyətlə, ərəblər gəldi. Ərəblər gəlinə qədər Azərbaycanın mərkəzi, ümumiyyətlə Cənubi Azərbaycanın daha doğrusu deyək, mərkəzi olubdur Ərdəbil şəhəri. Daha sonra ərəblərin gəlməyindən sonra isə Cənubi Azərbaycanın əsas mərkəzi olacaq hansı şəhər? Marağa, bunu yadda saxlayaq. Deməli, Sasanilər dövründə Azərbaycanda, xüsusilə Cənubi Azərbaycanda əsas mərkəz şəhər, Sasanilər iqamətgahı Ərdəbil şəhərində. Yadınızdadır, Cənubi Azərbaycanın belə dedik, ərəblərin işğalı dövründə Ərdəbil şəhərində Mərzban var idi. Azərbaycanın Mərzbanı İsfəndiyar ibn Fərruxzad. Hansı şəhərdə idi onun iqamətgahı? Ərdəbildə ən böyük döyüş, Cənudan dağı döyüşü harda baş vermişdi? Ərdəbil yaxınlığında. Ərəblər gələndən sonra Ərdəbildə mərkəzi köçürürlər, hansı şəhərə irəlilədirlər? Marağa şəhərinə, yadda saxladıq. Tamam, davam edək. Baxaq indi isə ərəblərin Azərbaycanın tətbiq elədiyi inzibati ərazi vahidlərinə. İnzibati sözünün mənasını eşidən kimi sizin ağlınıza ərazi bölgüləri gəlməlidir. İnzibati sözünün mənası ərazi bölgüsü, bölgü deməkdir. Ərazi torpaqların bölgüsü deməkdir. İnzibati izahat deyiləndə hər hansı yeni bir yaradılan ərazi bölgülərindən söhbət gedir. İndi baxaq. Ərəblər ilk dövrdə nə dəyişikliklər elədilər Azərbaycanın inzibati bölgülərində? Demək olar ki, Sasanilər dövlətində olduğu heç bir şeyə toxunmadılar. Hər şey Sasanilər dövləti olduğu dövrdəki kimi idi. İnzibati vahidlər də eyni idi. Belə deyək ki, ərazilərin yerləri tam eyni bir şeydir. Ancaq sadəcə nəyi dəyişdilər ərəblər? Adları. Biz öyrənmişdik, Sasanilər dövründə canişinliklərə nə deyilirdi? Mərzbanlıq və yaxud da təzə kitablarla dedik, şahlıq adlanırdı. Düzdür? Ərazi bölgümüzün adı nə idi? Şahlıq və yaxud Mərzbanlıq. Ərəblər dövründə inzibati bölgünün sadəcə adı dəyişir. Artıq ərəblər dövründə biz canişinliyə deyirik əmirlik. Yadda saxlayaq. Deməli, ərəblər hakimiyyəti gələndən sonra ilk öncə idarə etmədə hər hansı bir dəyişiklik elədilər, inzibati bölgülərdə hər hansı bir dəyişiklik elədilər. Xeyr, heç bir sərhədə filan toxunub eləmədilər. Yəni Azərbaycanı bir-birindən ayırsınlar, hər hansısa torpağı bir torpağı digərinə qatsınlar. Belə bir şeylə məşğul olmadılar. Sadəcə nə etdilər? Ərazi vahidlərinin adını dəyişdilər. Belə ki, biz dedik artıq canişinlik ərəblər dövründə adlanır əmirlik və bundan başqa bir dənə Azərbaycanın şimalını
adını dəyişdirdilər. Niyə? Çünki Albaniya əvvəl dövlət idi. Buranı Albaniya adlandırırdılar, Aras çayından şimaldakı ərazilər. Artıq 705-ci ildə dövlətin dağılmağı ilə nə başlayırdı? Ərəblər artıq Arasdan şimaldakı torpaqlara Albaniya yox, bu adı xalqın yaddaşından çıxarsınlar və yeni bir ad qoysunlar deyə neynədilər? Adını qoydular Arran vilayəti. Bunu da yadımızda saxladıq. Deməli, ərəblər heç bir idarə etməyə də elə bir mühüm bir dəyişikliklər eləməyiblər. Bunu yadda saxladıq. Tamam. Davam elətdik. Bəs daha sonra bu canişinlərin, ərəb əmirlərinin məqsədi nədən ibarət idi? Bunlara baxaq. Bir-iki müqayisəmiz eləyək, daha sonra onlara baxaq. Ümumiyyətlə, biz deyirik ki, ilk öncə ərəblərin hakimiyyətə gəldiyi ilk dövrlər var. Bir də sonraki dövrlər. İlk dövrlərdə həmişə yadda saxlamalıyıq ki, ərəblər çox mehriban davranıblar, ədalətli olublar. Xüsusilə ilk xəlifələr dövrü ərəblərin belə deyək, çox ədalətli davrandıqları bir dövrdür. İlk dövrlərdə heç bir şey əl vurmurlar. Sadəcə İnzibati ərazi bölgüsündə adları dəyişdilər, Albaniyanı Arran elədilər və idarə etmədə də fikirləşin, yerli hakimlərdən istifadə elədilər. Hətta o dövrdə Əl-Bəlazuri var, yadda saxlayaq bu kişinin adında. Əl-Bəlazuri ərəb tarixçilərindən biridir və vurğulayır ki, o dövrdə Ərdəbil şəhərində və yaxud Azərbaycanın digər şəhərində olan mərzbanlar var idi. Sasani dövlətindən qalma mərzbanlar. Onlar yenə sadəcə adları dəyişib olurdu, adları vali və onlar yenə nə edirdilər? Öz işlərində deyir saxlanılmışdılar. Sadəcə olaraq vergini yığıb indi Sasani xəzinəsinə, ekbatına yox, ərəb xilafətinə, Şama, Dəməşqə göndərirlər vergini və salam. Başqa bir dəyişiklik yox idi. Deməli, ərəblər ilk vaxtı gələndə hər zaman yadda saxlayırıq, ədalətli olublar, yerli hakimlərdən istifadə ediblər. Sasanilər dövründə olan heç bir şey demək olar ki, dəyişməyiblər. Ancaq daha sonra Əməvilər və Abbasilər dövründə dəyişikliklər çoxalır. Belə ki, Azərbaycanda ərazi bölgüsü məsələsində biraz dəyişikliyə gedirlər. Bizim Xosrofun islahatlarından yadımızdaydı ki, Sasanilər dövləti 4 canişinliyə bölmüşdülər və Azərbaycan Adurbaqan adı ilə Şimal canişinliyinin tərkibinə daxil olunmuşdu və başında da demişdik, Adurbaqan şah adlanan bir şəxs dururdu, düzdürmü? Artıq ərəblər Abbasilər dövründə bu quruluşu dəyişirlər, dağıdırlar, neynirlər? Cənubi Azərbaycan ayrıca bir əmirlik olur, Şimali Azərbaycan isə Qafqaz daxil olmaqla ayrıca bir əmirliyə verilir. Diqqət! Deməli, Abbasilər və Əməvilər dövrünə artıq daxil olduğumuzda ilk xəlifələr dövründən sonra Azərbaycanda idarə etmədə dəyişikliklər, inzibati bölgülər dəyişir. Cənubi Azərbaycan ayrıca bir canişinliyə verilir, çıxdı getdi aradan. Şimali Azərbaycan Qafqazla birlikdə ayrıca bir canişinliyə verilir. Ümumiyyətlə, ərəblərin ilk vaxtında, ilk xəlifələr dövründə ərəblərin Azərbaycandakı canişinliyinin mərkəzi olub Dəbil şəhəri. Bunu yadda saxlayaq. Ancaq bu ki islahatlar oldu. Əməvilər dövründə ərazi bölgüləri dəyişdi. Şimalla Cənubi Azərbaycanı ayrı-ayrı əmirliklərə tabe elədilər. Bu zaman Şimali Azərbaycanın, yəni Arranın mərkəzi hansı şəhərə gedəcək? Dəbildən köçüb gedəcək Bərdə şəhərinə. Bunu yadda saxlayaq. Deməli, tez ağlımızda bir dənə toparlayaq. Var ilk dövr, ərəblərin gəlişlərinin ilk dövrü var. Daha sonra Əməvi və Abbasilər dövrü. İlk gəliş dövründə Sasanilərdən qalma heç bir şey əl vurmurlar. Hər şey olduğu kimi saxlanılır. Sadəcə inzibati ərazi bölgülərində adlarda dəyişikliyə gedirlər. Belə ki, Albaniya adlanacaq Arran və bir də nə dedik? Mərzbanlıq, şahlıq adı dəyişəcək, olacaq nə? Oldu əmirlik. Yerli hakimlərdən də ilk vaxtlar istifadə edəcəklər. Bəli, Subut Əl-Bəlazuri özü kitabında vurğulayır ki, bəs Sasanilərdən qalma mərzbanlar yenə öz vəzifələrində saxlanılmışdı və öz işlərini görürdülər. Daha sonra isə Əməvilərin dövründən başlayaraq bir yeniləmə oldu. Tamamilə başdan axıra bir yeniləmə elədilər. Azərbaycanı bayaq bir canişinliyin mərkəzində idi Şimal-Cənubi Azərbaycanlıq. Bu səfər Aras çayını sərhəd elədilər. Cənubi Azərbaycan başqa bir əmirliyə verildi. Şimali Azərbaycan və ərəblərin Qafqazda işğal elədiyi torpaqların birləşimindən ayrıca bir əmirlik yaradıldı. İlk vaxtlar mərkəz haraydı? Ərəblərin Azərbaycandakı mərkəzi Dəbil şəhəri idi. Daha sonra hansı şəhərə keçdi? Bərdəyə. Bərdəyə nə zaman keçdi? Tam sistemdə görürsünüz, xronologiya soruşur. Xronologiya sualında deyir ki, Bərdə Azərbaycanın iqamətgahına çevrildi. Dəqiq olaraq siz vurğulamalısınız.
705-ci il. Niyə? Albaniya dövləti həmən il süqut eləyir və Bərdə Albaniyanın mərkəzi şəhəri idi axı. Və elə ərəblər dövründə də həmən şimaldakı Azərbaycan canişinliyinin, əmirliyinin mərkəzinə hansı şəhərə ilə köçürüləcəyinə görə Bərdəyə. Mərkəz şəhər olduğuna və ticarət yollarının kəsişməsində yerləşdiyinə görə. Tamam. İndi baxaq vəzifə bölgülərinə. Əmir kimdir, digərləri kimdir vurğulayaq. Birinci, əmir. Əmir kim oldu? Ərəblər dövründə canişinlərə verilən titul, rütbə. Əmrin vəzifələri nədən ibarətdir? 1. Vergi toplayacaq. 2. Qoşun saxlayacaq. Lazım olanda xilafətə qoşunu ilə nə etməlidir? Dəstək verməlidir. Düzdürmü? Biz əmirləri vəzifəyə kim təyin edir? Yadda saxladıq. Əmirləri vəzifəyə təyin edən xəlifənin birbaşa özüdür. Əmirin başqa nə səlahiyyətləri var öz əmirlik daxilində? Ordunun baş komandanıdır, əmirliyin bütün orduları ona tabedir və üstəgəl bütün mülki məsələlər, hər bir şey, məhkəmə filan hamısı əmrin tabeçiliyindədir. Tamam. Bu dövrdə bəs başqa idarə etmədə kimlər iştirak edir? Yadda saxlayaq, bütün müsəlman ölkələrində bu gün belə qazı adlanan bir vəzifə var. Qazı məhkəmə hakimlərinə verilən bir addır. Yadda saxlayaq, ərəblər dövründə Azərbaycanda yeni yaradılan vəzifələrdən biri nədir? Qazı vəzifəsi. İşinin adı nədir onun? Məhkəmə rəhbəri. Məhkəmənin hakimidir. Davam edək. Valilər var idi bu dövrdə. Vali elə əmrə tabe olub, müəyyən şəhərdirmi, müəyyən bir bölgələrdirmi, onları idarə edən şəxslərdir. Tutalım, bir əmirlik 12 məntəqəyə bölünür. Əmirin hər bir məntəqənin başını nə atamalıdır? Vali atamalıdır. Valilər kimə tabedir? Əmirlərə. Tamam. Deməli, valilər məntəqə rəisləridir, belə deyək, bölgələrin hakimləridir, əmirə tabe olurlar. Sonra baxaq buradan amil. Yadda saxlayaq, amil kimlərdir? Vergi məsələsinə baxanlar. Vergilərin yığılması ilə məşğul olan məmurlarımız bu dövrdə bizim adlanır amillər. Tamam, bunu da vurğuladıq. Demək olar bütün vəzifələrin adını çəkdik. Bəli, əmir, vali, qazı və amil. Bu 4 vəzifəni yadda saxladıq. Qazı məhkəmədə hakimdir, vali məntəqələri, əraziləri idarə edir, əmir tərəfindən təyin olunur vəzifəyə. Üstəgəl amil vergilərin yığılmasına nəzarət edir və salam, tamam dedik, qurtardıq. Tamam. Vəzifələri aydınlaşdırdığımıza görə davam edək biz nə ilə? Bu məntəqə adı çəkdim. İndi sual yaranar, məntəqə nədir? Ümumiyyətlə o dövrdə ərəblərin inzibati ərazi bölgüləri necə olur? Xilafət. Xilafət parçalanır əmirliklərə. Hər bir əmirlik 12 məntəqədən ibarətdir. Hər bir məntəqə 12 mahaldan, hər bir mahal isə 12 kənddən ibarətdir. Hər birində fikirləşsiz rəqəmlərdə 12-dir. Buna diqqət etmək, yadda saxlamaq lazımdır. Deməli, xilafət bölündü. Əmirliklərə, əmirliklər bölündü. Məntəqələrə, məntəqələr mahallara, mahallar isə bölündü kəndlərə, hər biri 12 rəqəmi ilə. Yadda saxladıq, keçdik, getdik. Gəlin indi isə danışaq biz Azərbaycanda bu dövrdə ərəblərin köçürmə siyasətindən. Daha sonra vergilərə filana da diqqət yetirərik. Köçürmə siyasəti. Ərəblər o dövrdə Azərbaycan nəyə görə köçürmə siyasəti yetirdi? Bu hansı ölkənin siyasəti ilə oxşar idi? Təbii ki, Sasani dövlətinin siyasətinə bənzəyirdi, düzdürmü? Sasanilər dövləti dövründə də biz keçmişik ki, Azərbaycana nə edirdilər? Sasanilər farsları köçürürdülər. Məqsədləri nə idi? Yerlərdə hakimiyyətlərini möhkəmləndirmək, özlərinə etnik dayaq yaratmaq, şimaldan gələn türk tayfalarına qarşı mübarizə aparanda özlərindən olan bir kəsləri qabağa vermək, düzdürmü? Və demək olar, ərəblərdə də bu eyni bir şeydir. Ərəblərin də bu dövrdə köçürmə siyasəti aparmaqda əsas məqsədi etnik dayaq yaratmaq, işğal elədiyi ərazilərdə möhkəmlənmək və həmçinin Xəzərlərə qarşı mübarizə aparmaqda dallanacaq bir adamlarının olmasıdır. Tamam. Ərəblər əsasən haradan köçürülürdü Azərbaycana? Küfədən, Bəsrədən, Küfə, Bəsrə şəhərləri hal-hazırda İraqın şəhərləridir. Oradan köçürülürdü ərəblər və həmçinin Suriya ölkəsinin ərazisindən də Azərbaycanın əsasən şimal bölgələrinə, Xəzəryanı sahillərə və Dərbənd şəhərinin ətrafına ərəblər köçürülürdü. Sual olunur. Nəyə görə məhz Xəzəryanı ətrafına və Dərbənd şəhəri ətrafına daha böyük köçlər, daha böyük ərəb köçləri baş verirdi? Bunun əsas səbəbi ərəblərin Xəzərlərə qarşı aparacağı müharibədə əsas nöqtənin məhz buralar olması idi. Dərbənd keçidi hardadır? Təbii ki, Dərbənd şəhərində. Şimaldan gələn türk tayfaları Azərbaycana inməkdən ötürü hansı keçiddən istifadə edirlər? Dərbənd keçidindən. Bunun üçün haranı möhkəmləndirmək lazımdır? Təbii ki, Xəzəryanı əyalətləri və Dərbənd şəhərini.
Bundan başqa bir keçidimiz də bizim Qazax şəhəri tərəfində Dəryal keçidi, Gürcüstandan gələn keçid. O dövrdə ərəblər əsasən ordularını yerləşdirirdilər Qazaxda və Dərbənd şəhəri ətrafında və köçürmə siyasəti, yerli əhalinin əsas köçürəndə hara köçürürdülər? Xəzəryanı əyalətlərə və həmçinin əsas Dərbənd şəhərinə. Məqsəd dediyimiz kimi dayaq yaratmaqdan, etnik dayaq yaratmaqdan gedir, həmçinin burada möhkəmlənməkdən gedir. Belə ki, ərəblərin gəlişi nəticəsində, ümumiyyətlə ərəblərin köçünün ümumi nəticələri bundan ibarət olub ki, Azərbaycanda İslam dini qəti şəkildə möhkəmlənib və Xəzərlərə qarşı müharibədə uğur əldə olunub. Ərəblərin əsas köçürülmə səbəblərindən biri elə Xəzərlərə qarşı mübarizədə qalib gəlməkdir. Tamam. Bu dövrdə Rabatlar adlanan bir idarələr var. Rabat nədir? Rabat hərbi düşərgələrə verilən addır. Bunu yadda saxlayaq. Əsasən Dərbənddə, Qazaxda, Bərdidə, Beyləqanda, həmçinin Cənubda, Təbrizdə, Ərdəbildə, Qəbələ şəhərlərində, bu kimi şəhərlərdə, böyük şəhərlərdə rabatlar, hərbi düşərgələr yaradılırdı. Bura ərəb qoşunları yerləşdirilirdi, müəyyən qədər qarnizonlar və buranı dövlət maliyyələşdirmirdi. Buranı saxlamaqdan ötəri, bu hərbi düşərgəni saxlamaqdan ötəri dövlət heç bir pul ödəmirdi. Buranı saxlayan, bəs bu rabatları saxlayan, buranın əskərinin yeməyini, içməyini verən, atını verən, bunları kim eləyir? Əhali. O dövrdə rabatların saxlanması kimin boynun borcuydu? Əhalinin. Bunu da yadda saxlanıq. Tamam. O dövr üçün indi baxaq bir mənbəyə. Əl-İstəxri yadda saxlayaq bu adda. Bir tarixçimiz daha ərəb tarixçilərindən Əl-İstəxri görün nə deyir. Deyir o dövrdə Dərbənd şəhərinin ətrafına 7000-dən çox Suriya və İraqdan ərəb ailəsi köçürülmüşdü. Mənbədə belə məlumat verir ki, buranın ərəb əhalisi ilə köçürülməsində əsas məqsəd isə nə idi? Xəzərlərə qarşı aparılan müharibədə burada möhkəmlənmək, ərəblərdən ibarət bir qoşun saxlamaq idi. Çünki o dövrdə Dərbənd şəhərinin əsas məqsədi nə idi? Dərbənd şəhərinin əsas məqsədi Xəzərlərdən gələ biləcək yürüşlərin qarşısını almaqdan ibarət idi və buna görə də bu şəhər neylənilməli idi? Təbii ki, möhkəmləndirilməli idi. Həm yerli əhalidən başqa ərəblər özlərindən olan bir kəsləri də bu ərazidə istəyirdilər və buna görə də əsas ərəblərin köçürüldüyü ərazi hara oldu sual veriləndə isə Xəzəryanı ərazi və Dərbənd şəhəri. Bununla vurduq yaddaşa, yadda saxladıq və beləliklə ümumiyyətlə ərəblərin köç etməsinin nəticələrini bir daha vurğulayaq. Köçlərin nəticəsi bundan ibarət oldu ki, Azərbaycanda İslam dini qəti şəkildə möhkəmləndi. Xəzər-ərəb müharibələrində uğur əldə olundu. Ümumiyyətlə Xəzərlərin gəlişi başa çatdı. 8-ci əsr boyu biz bilirik ki, Ərəb-Xəzər müharibəsi dövrüdür və Azərbaycan ard-arda əl dəyişdirir. Gah Xəzərlər tutur, gah ərəblər tutur. Düzdürmü? Döyüş meydanına çevrilir. Ancaq 8-ci əsrin sonunda biz keçən mövzuda vurğuladıq ki, ərəblər Xəzərləri tam şəkildə məğlub edir və onların Xəzərlərin 8-ci əsrin sonundan artıq biz Azərbaycana yürüşlərini görmürük. Və elə bu dövrdə də ərəblərin köçü nə zaman başa çatdı? Sizə sual versələr, sizin cavabınız olmalıdır. Ərəb-Xəzər müharibələrinin başa çatması. Ərəb-Xəzər müharibələri başa çatandan sonra artıq Azərbaycana ərəblərin köçürülməsinin bir mənası da qalmamışdı və bununla da 8-ci əsrin sonunda Ərəb-Xəzər müharibələri yekunlaşdı və Azərbaycana da ərəblərin köçü yekunlaşdı. Bunu da yadda saxladıq, keçid elədik. Danışırıq indi isə nədən? Vergi və torpaqlardan. Başlayaq danışaq görək vergilərdən nə deyək, torpaqlardan nə deyək. İndi dediyim kimi Ərəb xilafət dövründə belə deyək, ümumiyyətlə Ərəb xilafətinin tarixi 3 mərhələyə bölünür bildiyimiz kimi. İlk xəlifələr dövrü, 4 xəlifə dövrü, yəni daha sonra Əməvilərin hakimiyyət dövrü var, vardı ilə isə Abbasilərin hakimiyyət dövrü var. İlk xəlifələr dövrü ədalətli dövrdür. Yadda saxlayın. Niyə? İlk xəlifələr çox ədalətli siyasət yürüdürdülər. Sonuncu xəlifəmiz Xəlifə Əlinin dövründə, yəni 4 xəlifənin sonuncusu Xəlifə Əlinin dövründə ədalətli vergi islahatı keçirilmiş, əhalinin boş yerə, belə deyək, əkilməyən torpaqlardan vergi alınması dayandırılmışdı. Və həmçinin vergilərin alınmasında bir çox güzəştlər və vergi miqdarında bir sıra güzəştlər edilmişdi. Və bu Xəlifə Əlinin dövründə aparılan islahatlar nəticəsində Azərbaycanlı əhalinin də vəziyyəti yaxşılaşmışdı. Tamam. Və sonra üçün nə danışa bilərik? İkinci dövr Əməvilər dövrü. Baxın, yavaş-yavaş artıq görün nə baş verəcək. Əməvilər dövründə vergilər artırılır.
725-ci ildə Əməvilərin hakimiyyəti 661-750. 725-ci ildə nə baş verir? Əhalinin əmlakı və özü siyahıya alınır. Əhalinin siyahıya alınması tarixdə biz qabaqki dərslərimizdə çox görəcəyik. Bunun əsas səbəbi nədir? Əhali nəyə görə siyahıya alınır? Baxaq görək nə qədər əhalimiz var, nə qədər əmlakçılar var. Buna uyğun yeni vergilər təyin edək. Əhalinin siyahıya alınması yeni verginin təyin olunması mənasını gətirib çıxarır. Və elə də olur. 725-ci ildə əhali siyahıya alınır. Meyvə bağlarına, sənətkar emalatxanalarına, üstəgəl əhalinin üzərində bir sıra əlavə vergilər qoyulur və Əməvilər dövründə vergi artırılır. Əhalinin vəziyyəti biraz pisləşdimi? İndi baxaq Abbasilər dövründə. Abbasilər dövründə nə olur? 750-1258. Baxaq. Əməvilərin dövründə və Abbasilərin dövründə vəziyyət daha da ağırlaşır. Niyə? Vergilər həddindən artıq artırılır. Hətta Abbasilər dövründə əvvəlki quldarlıq dövrünə bir qayıdış da baş verir. Vergini ödəyə bilməyən kəndlərin övladları qula çevrilir. Abbasilər dövründə görün nə baş verir. Quldarlıq dövrünə elə bir ki, geri dönüş elədilər. Vergi ödəyə bilməyən kəndlər, borcu olan kəndlərin övladları qula çevrilirdi. Və biz bunu tarixdən qədim Yunanistan üçün və yaxud Misir üçün də oxşar cəhət götürə bilərik. Abbasilər dövründə həqiqətən sizə sual verirsə ki, Abbasilər dövründə qula çevrilmə deyilən bir şey var idimi? Bəli, təbii ki, var idi. Bu bəs deyirsiniz ki, feodalizm dövrü. Feodalizm dövründə qul nə gəzir? Demək varmış. Abbasilər dövründə belə bir siyasət yürüdülürmüş. Və bu Azərbaycanda, xüsusilə də əmirliklərdə gələcəkdə üsyanların başlamasına səbəb olacaq əsas amildir. Vergilərin artırılması, əhalinin vəziyyətinin pisləşməsi. Gəlin indi vergi adlarımızdan tanış olaq. Hansı vergilərimiz var? Birincisi ən əsası torpaq vergisi. Torpaq vergisi ən əsas vergimizdir və bu vergi nədən alınır? Torpaqdan məhsulla alınırdı. Bunu yadda saxlayaq. Deməli, Sasanilər dövründə biz nə demişdik? Torpaq vergisinin adı xaraq, can vergisinin adı gezid. İndi xaraqla gezidi qarşı-qarşıya baxaq. Xaraqın ərəblər dövründə qarşılığı xəracdır. Gezidin qarşılığı isə ərəblər dövründə cizyədir. Yadınızdadır, gezid də can vergisi idi. İndi danışacağımız cizyə də can vergisi. Xaraq Sasanilər dövləti dövründə torpaq vergisi idi. Xərac ərəblər dövründə torpaq vergisi idi. Əsas vergimiz nə olacaq deməli onda ərəblər dövründə? Xərac. Nədən alınır? Torpaqdan. Nə ilə alınır? Pulla? Xeyr. Əsas məsələ məhsulla alınır vergimiz. Tamam. Bəs cizyə? Cizyə kimlərdən alınır? Hamıdan alınırdı? Xeyr. Cizyə müsəlman olmayan kəslərdən orada xidmət etməməsi qarşılığında alınan vergi idi. Tamam. Cizyə deməli nədir? Müsəlman olmayanlardan alınan can vergisi. Davam edək. Xüms. Xüms nədir? Xüms daşına bilən əmlakdan, evinin eşiyinin içində kəndlinin nəyi var? Məsəl üçün bir dənə şkafı var və yaxud bir dənə nə bilim əşyası var. Həmən əşyalara görə hesablanan bir vergi növüdür. Daşınan əmlakdan alınan bir vergi idi xüms. Yadda saxladıq. Daha sonra zəkat sədəqə. Zəkat sədəqə nədir? Zəkat sədəqə isə bildiyimiz kimi bu dövrdəki kimi pis vəziyyətdə yaşayan, yaxşı vəziyyətdə olmayan, kör şikəst müsəlmanlara verilən belə deyək, əlavə puldur. Ümumiyyətlə bütün müsəlmanların çoxundan alınırdı və onlara sərf olunurdu. Zəkatdan sədəqə yadda saxladıq. Davam elədik fitrə. Fitrə əsasən yəqin ki Ramazan bayramında eşidirsiniz, hər bir ailə fitrə zəkatı çıxarır, düzdürmü? Fitrə. Bu əsasən varlı şəxslərdən müəyyən bayramlarda, Qurban bayramında, Ramazan bayramında yığılan vergi növüydü. Bunu da yadda saxlayaq. Deməli, ərəblər dövründə əsas vergi adlanır xərac, torpaq vergisidir, cizyə, can vergisi olubdur, müsəlman olmayanlardan alınır. Daha sonra xüms, daşınan əmlakdan alınan vergidir, zəkat sədəqə, körlərə, şikəstlərə verilməsi üçün əhalidən alınan vergidir və bir də əsas məsələ nə? Adını çəkək, deməli, adı ağlından çıxdı, üzrlü sayın, beyin hərdən birdən donur. Fitrə. Fitrə isə varlılardan alınan vergidir. Ayda ildə bir dəfə alınır o vergidə. Ümumiyyətlə, xilafət Sasanilər dövründə olan vergilərin çoxunu dəyişməmişdi ilk vaxtlar. Və ilk vaxtlar vergi siyasəti gördüyümüz kimi xəlifə Əlinin dövründə necə oldu? Ədalətli oldu. Sasanilərlə ərəblər arasında vergi siyasətində bir əsas fərq var, bunu bilməliyik. Sasanilər xüsusi şəxslərdən vergi alırdı. Məsəl üçün, bu nə deməkdir? Sasanilərdə
məmurlardan, kahinlərdən vergi alınmırdı. Yadınızdadırmı? Vergi verməyən təbəqə var idi o dövrdə Sasanilərdə. Ərəblərin əsas fərqi nə idi? Ərəblər bütün icmadan vergini alırdı. Bütün icmadan. İcma nədir? Yəni bütün cəmiyyətin bütün təbəqələrindən vergi alınırdı. Heç kəs arasında ayrı seçkilik olmurdu. Deməli, Sasanilərlə ərəblər arasındakı əsas fərq nə oldu? Sasanilər xüsusi şəxslərdən vergi aldığı təqdirdə ərəblər bütün icmadan vergi alırdı. Vergi ilə işimiz bitdi. Baxaq torpaq mülkiyyət formalarına. O dövrdə ərəblərdə var divan, var iqta, var vəqf, var biz buradan vurgulayaq mülk, var icma torpaqları. 5 əsas torpaq mülkiyyət formamız var. Bu 5-indən ən çox rastlanan torpaq mülkiyyət forması hansıdır? Divan. Yadda saxlayaq. Divan nədir? Divan dövlət torpaqlarıdır. Buradan əldə olunan bütün gəlir hara verilir? Dövlətin xəzinəsinə və dövlət öz işlərini xərcləyir. Deməli, divan əsas torpaq mülkiyyət forması olub. Axı feodalizm mövzusunda danışdıq. Feodalizm dövründə şərqin əsas fərqi nə idi? Torpaqların böyük bir hissəsi dövlətin mülkiyyətində idi. Deməli, ona görə hansı torpaq ən çox yayılar? Təbii ki, divan torpağı. Divan torpağı dövlətindir. Əldə olunan bütün gəlir xəzinəyə gedir, dövlət xəzinəsinə və dövlətin işlərinə ayrılır. Tamam. İkinci, iqta. Baxaq. Bu nə ilə bənzəyir Sasanilər dövründə? Vaxt verək düşünmək üçün isə təbii ki, bu bənzəyir bizdə Xostaka. Xostak cavab verənlər doğrudur. Xostak şərti torpaq idi. Xosofənin Şiravanın dövründə boş torpaqların hesabına yaradılıb hərbiçilərə paylanırdı. Düzdürmü? Ərəblər dövründə bu adlanır iqta. Və iqta şərti torpaqdır. Şərti torpaq nədir demişik? İrsən keçə bilməz. Ancaq iqtanın iki forması var. Bir, icarə olunan, bir bağışlanan. İcarə olunan nədir? İcarə olunan, yəni müvəqqəti verilən torpaqdır. Həqiqətən şərtlə gəldin, xidmət elədin, xidmət dövründə iqta sənindir. Bir də var, bağışlanan iqta. Bağışlanan iqta bilirsiniz nədir? Bağışlanan iqtanın irsən keçirmək kimi bir xüsusiyyət də var idi. Bağışlanan iqta sahibinə ömürlük verilirdi xidmət qarşılığında və artıq onu nəsildən nəsilə ötürə bilərdi. Deməli, iqtanın iki növü oldu. Şərt torpaq olmasına baxmayaraq, bağışlanan və icarə olunan iqta irsən keçə bilərdi. Bu sualı versələr doğrudur bu ifadə. Bəli, təbii ki, ağlına nə gəlməlidir sənin? Bağışlanan iqta. Tamam, keçdik. Vəqf torpaqları. Vəqf nədir? Vəqf dini icmalara, məscidlərə, mədrəsələr, xeyri işi ilə məşğul olan, belə deyək, ruhanilərin işlədiyi ərazilər, torpaqlar nə adlanır? Vəqf torpaqları. Bəs baxaq görək. Deyirlər ki, iqta alına, satıla, bağışlana bilməz. Düzdürmü? Təbii ki, bağışlanan forması istisna olmaqla. Bəs vəqf torpağı necə? Bunu almaq, satmaq olar? Xeyr. Vəqf torpağı alınıb satıla bilməz. Bəs icarəyə vermək olarmı? Bəli. İcarəyə vermək olar. Deyərsiniz, müəllim, vəqf torpağını necə icarəyə verə bilərsən? Buradan necə pul qazana bilərsən? Məsəl üçün, mən sənə bir lor dildə misal deyim. Tutam, mədrəsədir, vəqf torpağının ərazisidir. Bir nəfər gəlir, deyir, mən burada bir təhsil ocağı açmaq istəyirəm, bir balaca məktəb hazırlayasam. Necə eləyək? Ruhani deyir, heç nə, sən mənim icarə haqqımı ver, məscidin yanında hazırlamayasan məktəbi. Ayda tutalım, 200 manat mənə pul ver, bugünkü pulla deyirəm də, məsələn mən. 200 manat mənə ayda pul ver və salam. Torpağı verirəm sənə icarəyə. Vəqf torpağında istədiyin qədər məktəbdə nə iş görsən gör. Deməli, vəqf torpağı icarəyə verilə bilərmi? Bəli, icarəyə verilə bilər. Və bu, vəqflə iqta torpağı arasındakı oxşar xüsusiyyətlərdən biridir. İqta torpağı da icarəyə verilə bilərmi? İcarəyə verilən forması varmı? Var. Deməli, iqta ilə vəqfin oxşar cəhəti nə oldu? İcarəyə verilə bilən olmaları. Amma vəqf alınıb, satılıb, bağışlana bilərmi? Təbii ki, yox. Bunu yadda saxlayaq. Vəqfi keçdik, baxdıq indi isə nəyə? Sonuncu torpaq mülkiyyət formamız olan cəmaət torpaqları və yaxud icma torpaqları. İki ad kimi qarşınıza çıxa bilər, cəmaət və yaxud icma. Nədir bu torpaqlar? Bu torpağın sahibi dövlətdir. Diqqət. Cəmaət torpaqlarının sahibi dövlətdir. Mülkiyyətçisi dövlətin özüdür. Ancaq istifadə üçün kimə verilir? Kəndlərə. Torpaq kəndlərə məxsusdur, istifadə eləməklərindən ötəri onlara verilir. Ancaq kimə aiddir torpaq? Kimin mülkiyyətindədir? Dövlətin mülkiyyətindədir. Bunu yadda saxladıq. Və vergilərin ən əsas ağırlığı hansı torpaqlara düşür? Yadda saxlayın. Kəndli, təbii ki, vergilərin böyük hissəsini kim verəsidir?
Kəndli verəsidir. Kəndlinin işlədiyi torpaq hansıdır? İcma torpağı. Deməli, əsas vergilər hardan alınacaq? İcma torpaqlarının. Bunu da keçdik. Qaldı bir dənə mülk. Mülk nədir? Mülk feodalın şəxsi mülküdür. Necədir? İrsən keçə bilər? Bəli. Alınıb satıla bilər? Bəli. Kiməsə pay verə, bağışlaya bilər? Bəli. İcarəyə verə bilər? Bəli. Mülk sən öz mülkündür. İrsən ötürsən və üzərində nə iş görsən gör. Onu dövlət maraqlandırmır. Dövlətə heç bir aidiyyəti yoxdur. Torpaq mülkiyyət formalarımızı da tanıdıq. İndi isə gələk sonuncu hissə, artıq mövzumuz yekunlaşır. Azərbaycan xalqının formalaşmasının başa çatması. Beləliklə, Azərbaycan xalqının formalaşmasına təsir göstərən əsas amil erkən orta əsrlərdir. Söhbət gedir 3-9-cu əsrlər arasında Azərbaycanda vahid əhalinin formalaşmasına, vahid xalqın daha doğrusu formalaşmasına nələr kömək edib? Əsas iki amil. 1. Sasani və daha sonra Ərəblər dövründə Azərbaycanın şimal və cənubunun eyni bir ölkənin daxilində vahid şəkildə birləşdirilməsi. İkinci bir səbəb isə ticarət yolları, karvan yollarının olması. Şimalı Cənublu Azərbaycan vahid dövlətdə oldu 3-9-cu əsr 600 il boyu və bu nəyə səbəb yaratdı? Gediş-gəlişə, mədəni əlaqələrin yaranması. Mədəni əlaqələr necə yaranacaq? Karvan yolları, tacir bura gedəcək, bu tacir ora gedəcək, get gəl və Şimalı Cənublu Azərbaycan arasında nə yaranacaq belə olanda? Əlaqələr. Və bu əlaqələr vahid xalqın təşəkkülünə, yəni vahid xalqın yaranması müsbət təsirini göstərər? Bəli. Bu iki səbəbi bildik. Tamam. Bəs xalqın yaranması üçün, formalaşması üçün əsas neçə amil lazımdır və onlar nədir? Bir xalqın formalaşması üçün 4 amil lazımdır. Ərazi birliyi, dil birliyi, mədəni birlik, iqtisadi birlik. Baxaq, Azərbaycanda ərazi birliyi var. Bəli, 3-9-cu əsrlərdə artıq formalaşır. Çünki ərəblər dövründə artıq 8-ci əsrdən etibarən İbn Həvqəl nə demişdi? Dedi ki, Dərbənd şəhərindən tutmuş Zəncan şəhərinə qədər olan ərazilər Azərbaycandır. Tamam. Deməli, Azərbaycanın ərazi birliyi artıq var. 2. Baxdıq, dil birliyi. 5-6-cı əsr Sasani mövzusunda keçdik ki, Türk tayfalarının axını nəticəsində, ikinci böyük Türk tayfalarının gəlişi nəticəsində Şimalı Cənublu Azərbaycan arasında əsas ünsiyyət vasitəsi hansı dil oldu? Türk dili. Deməli, ikinci dil birliyimiz də yaranıb. Üçüncü birlik. İqtisadi birlik. Varmı iqtisadi birlik? Təbii ki. Niyə? İqtisadi birlik deyəndə nə nəzərdə tutulur? Vahid pul, ticarət yolları, karvan yolları. Baxaq, Sasani və Ərəb dövründə qarşılıqlı ölkələrə gedib gəlmək var? Var. Karvan yolları var? Var. Hər iki ölkədə də, Sasanilər dövründə də eyni pul vahidi belə deyək, tətbiq olunubdurmu? Həm Azərbaycan şimalı, həm cənubunda. Bəli, Sasani pulları istifadə olunub. Ərəblər dövründə nə olub? Eyni pul tətbiq olunub. Bəli, Ərəblər dövründə də hansı pullar tətbiq olunub? Ərəb pulları. Deməli, iqtisadi birlikdə yaranıb? Yaranır. Bəs hansı amil bizdə çatışmırdı xalqın formalaşması üçün? Mədəni birlik. Mədəni birliyin yaranması üçün ən vacib amil nədir? Dini birlik. Mədəni birliyin içərisində din amili xüsusi rol oynayır. Bir xalqı birləşdirən əsas şeylərdən biri, mədəni cəhətdən bir xalqı birləşdirən əsas bir şey onun dinidir. Xalqın kim olmasından asılı olmayaraq. Azərbaycanda bu dövrdə bilirsiniz, türklər var, qeyri-türk tayfaları var, Qafqaz dilli xalqlar yaşayır, düzdürmü? Hər birinin vətəni ancaq haradır? Azərbaycan. Bəs bunları birləşdirməkdən ötəri sadəcə ərazi, dil və yaxud iqtisadi birlik yetər? Xeyr. Bunları mənəvi cəhətlə birləşdirmək üçün nə lazımdır? Dini birlik və İslam dininin gəlişi Azərbaycanda mədəni birliyin yaranmasına təsir göstərdi. Tam şəkildə 8-ci əsrdə artıq Azərbaycanda İslam dini möhkəmləndi. Ərəb-Xəzər müharibələrinin başa çatması ilə ərəblərin köçünün əsas nəticəsi nə oldu dedik? İslam dini Şimalı Cənublu Azərbaycanda tam şəkildə möhkəmləndi və beləliklə Azərbaycan xalqının formalaşması üçün lazım olan 4-cü amil nə yarandı? Mədəni birlik. Mədəni birliyə əsas təsir göstərən amil oldu İslam dini. Beləliklə, biz sizə sual verirsə ki, Azərbaycan xalqının formalaşması hansı dövrdə başlayıb? Deyirik, eradan əvvəl 4-cü əsr. Hansı hadisə? Atropatena və Albaniya dövlətinin yaranması. Nə zaman inkişaf elədi? Azərbaycan xalqının formalaşması prosesi Sasani dövlət dövründə türklərin gəlişi ilə. Bəs nə zaman Azərbaycan xalqı tam şəkildə formalaşıb başa çatdı? Vurğulayırıq ərəblərin dövründə İslam dininin gəlməsi ilə. 4 amil ərazi, dil,
iqtisadi və mədəni birliyin formalaşması ilə 8-ci əsrdə Azərbaycanda vahid xalqın formalaşması prosesi başa çatdı. Türklərin Azərbaycana üç gəlişi olub. Eradan əvvəl 7-ci əsr Kimmer-İskit Sak tayfaları, ikincisi 3-6-cı əsrlər Sasanilər dövründə dedik Bulqarlar, Xəzərlər, Basillər, Hunlar filan gəldilər, köç elədilər və sonuncu, üçüncü köçündə biz artıq öndəki dərslərimizdə vurğulayacağıq. Səlcuq Oğuz türklərinin gəlişi ilə də Azərbaycana türklərin gəlməyi tam şəkildə başa çatacaq. Bu da ayrı bir proseduradır. Bunu qoyduq qırağa. Beləliklə Azərbaycanda vahid xalqın yaranması prosesində başa çatdırdıq. Biz burada deməli vergi siyasətində bir şey unutduq. Bunu vurğulayaq, daha sonra İslam dini haqqında mən danışım. Bizim ərəblərin dövründə maliyyə islahatı aparılır və ticarətin inkişafı üçün bir sıra addımlar atılır. 1. Ticarəti inkişaf etdirmək üçün görün nə edir ərəblər? Azərbaycan ərəblərdən ötəri çox önəmli idi. Ərəblər Azərbaycana həddindən artıq diqqət ayırdılar. İki əsas səbəb var idi bunun. 1. Azərbaycanın Xəzərlərlə ərəblər arasında gedən müharibədə əsas strateji mövqedə yerləşməsi. Azərbaycan buna görə ərəblərin daim diqqət mərkəzində olub. İkinci əsas səbəb isə Azərbaycandan doğru keçərək Şimali Qafqaza doğru irəliləyən ticarət yolu. Həmin bu ticarət yolu ərəblərə böyük bir iqtisadi gəlir gətirirdi və ərəblər buna görə Azərbaycana həddindən artıq diqqət ayırırdılar. Deməli, Ərəb-Xəzər münaqişəsi və Azərbaycan ərazisindən Şimali Qafqaza gedən ticarət yolları Azərbaycanın daim ərəblərin diqqəti altında qalmasına səbəb gətirirdi. Tamam. Bəs ərəblər ümumiyyətlə iqtisadi sahədə hansı yeniliklər ediblər? Ticarətin inkişafı üçün, ölkə əhalisinin maddi rifahını yaxşılaşdırmaqdan ötəri. Birincisi, ərəblər öz təbələrindən, təbə sözün mənası tabe olan deməkdir. Özünə tabe olan şəxslərdən cəmi 5% gömrük rüsumu alırdı. 5% gömrük rüsumu. Ancaq öz təbələri olmayan Avropalılar, digər xalqların nümayəndələrindən isə 10% gömrük rüsumu alırdı və bu ərəblərdə ticarətin inkişafına xeyli təsir göstərmişdi. Digər tərəfdən, ərəblər maliyyə siyasətində görün nə ediblər. 1. Keçmiş pulları, Sasani və Bizans sikkələrini ləğv ediblər. Ərəblər vahid ölçü-çəki pul vahid sistemi yaradıblar özlərinin pul sistemlərini və üçüncüsü yalancı, yəni qərb pul basan yerlərə basqınlar düzənləyərək qərb pul basılmasını, yəni saxta pul basılmasının qarşısını alıblar və bu da ərəblər dövründə maliyyənin sürət şəkli belə deyək ki, inkişafına səbəb verir. Bunu da vurğuladığımıza görə artıq gözüm arxada qalmaz, yekunlaşdıq. Qaldı bizə İslam dininin gəlişi. İslam dininin Azərbaycana gəlişinin əsas nəticələri. 1. İslam dini necə yayıldı? Ərəblərin köçləri nəticəsində dedik ki, Azərbaycanda İslam dini qəti şəkildə möhkəmləndi. Bəs İslam dini hər yerdə eyni cürəmi yayıldı? İslam dini nə zaman bütün Azərbaycanın vahid dininə çevrildi? Gəlin bu sualları cavablandıraq. Birincisi, İslam dini bütün Azərbaycanda tam şəkildə qəbul olunmuyor. Şimalda Bərdə şəhərində, cənubda isə Ərdəbil şəhəri İslam dininin ən gec yayıldığı, ən gec qəbul olunduğu bölgələr. Bildiyimiz kimi Bərdə albanların mərkəzi olub, xristiyanlar da albanlar, düzdürmü? İslam dinində qəti müqavimət göstərir. Digər tərəfdən Ərdəbil yadımızdadsa ərəb işğalı dövründə ən ciddi müqavimət göstərən, ard-arda üsyanlar edən ərazilərdən biri olub Ərdəbil şəhəri. İslam dini ən gec hansı Azərbaycan şəhərlərində formalaşıb? Bərdə, Ərdəbildə. Ən tez harda qəbul olunub? Deyirik Milmuğan ərazisində. Bunu da yadda saxladıq. Ən gec Bərdə, Ərdəbil şəhərində İslam dini formalaşıb, ən tez isə Milmuğan ərazisində. Məlumat verilir. Bəs sizə sual olunanda ki, İslam dini tam qəti şəkildə bütün Azərbaycan əhalisi tərəfindən qəbul olunub. Hansı dövrə düşür bu hadisə? Bununla bağlı bizim tarixçimiz yenə Əl-Bəlazuri məlumat verir və deyir ki, Xəlifə Əlinin dövründə artıq Azərbaycanda, xüsusilə Cənubi Azərbaycan o nəzərində tutur, İslam dini deyir artıq tam şəkildə formalaşmış və deyir insanlar artıq böyük bir hissəsi Quranı oxumağa başlamışdır. Deməli, Xəlifə Əlinin dövründə artıq Azərbaycanda İslam dini tam şəkildə yayılıb. Ancaq tam şəkildə, qəti şəkildə möhkəmlənməsi, İslam dininin yaranması Xəlifə Əlinin dövründədir. Artıq əhalimiz qəbul edir. Amma tam şəkildə qəbul elədik, tam şəkildə İslam dini qəti şəkildə möhkəmləndi Azərbaycanda hansı hadisə ilə? Deyirik ki, Ərəb-Xəzər müharibələrinin başa çatması ilə.
Bunu yadda saxlayın. Tamam. Əlbəl-Azuri'nin məlumatına görə Xəlifə Əlinin dövründə Azərbaycanda qəbul olunur. Bəs xristian albanlar, onlara nə oldu? Onların aqibəti necə oldu? Xristian albanlar əsasən Qarabağın dağlıq dağətəyi ərazilərində, Bağırsaq vilayətində yaşayırdılar və onlar ciddi şəkildə müqavimət göstərdilər İslam dininə. Qəbul eləmədilər və özlərinin müstəqil kilsəsini yaradaraq Alban kilsəsi nəzdində fəaliyyət göstərdilər. Ancaq tarix boyu bu hadisə uzun bir hadisədir. Biz qısa şəkildə üzərindən keçirik. Əgər sizi maraqlandırırsa, Albanların tarixi haqqında maraqlanın. Yazın, Albanların Qriqoryanlaşdırılması. Uzun şəkildə maraqlanın ki, bu nə proseduradır. Qısa şəkildə danışası olsaq, xristian Albanların üzərində hakimiyyətlərini bərpa etməkdən, hakimiyyət əldə etməkdən ötəri bu dövrdə Erməni çarlığı və Gürcüstan çarlığı arasında mübarizə başlayır. Bizim Albanları özlərini tabe etmək istəyirlər, öz məzhəblərinə keçirmək istəyirlər və bu mübarizədə ermənilər qalib gəlir. Ermənilərdə xristian dinin Qriqoryan məzhəbi var. Həmən Qriqoryan məzhəbi Alban xristianlarının daxilində geniş şəkildə yayılır və Albanlar müasir dövrümüzə gələnə qədər böyük bir hissəsi Qriqoryanlaşdırılır və erməniləşdirilir. Yəni ermənilər tərəfindən bizim bu Albanlar, əcdadlarımızın böyük bir hissəsi nə olur? Assimiliyasiya olunur. Bunun nəticəsi də bu. İslamın gəlişi haqqında məlumat verdik, Azərbaycanın yaranması haqqında məlumat verdik. Ümumiyyətlə, İslam dinini nəyə görə Azərbaycan əhalisi belə rahat bir şəkildə qəbul edir? Çünki Azərbaycanda o dövrlərdən, ümumiyyətlə, ilk orta əsrlərdən bəri əsas dinlər tək tanrılı dinlər oldu və əhali İslam dinində tək tanrılı din olduğuna görə rahat bir şəkildə qəbul edirdi. Həmçinin İslam dinindən xalqımızın gözləntiləri də var idi. Nə idi bu gözləntilər? Bir, düşünürdülər ki, ərəblər ilk dövrdə həqiqətən ədalətli oldular və deyirdilər, yeni din yəqin ki, bizə ədalət gətirəcək. Bundan başqa, əhali artıq bezmişdi Sasani-Bizans müharibələrindən və yeni dini qəbul edərək xilafətin tərkibində daha ədalətli, daha yaxşı rifah olan bir ölkədə yaşayacaqlarını güman edirdilər. İslamın ümumiyyətlə Azərbaycana gəlməsinin nəticəsini vurğulayası olsaq, tam şəkildə Şimal-Cənublu Azərbaycanda İslam dini xalqın əsas dininə çevrildi. Memarlığımızda dəyişikliklər oldu. Əvvəllər monastırlar filan tikirdi Albanlar. Cənubda Zərdüşt məbədləri tikirdikdə artıq Şimal-Cənublu Azərbaycanda dini birlik formalaşdı. Məscid, mədrəsələr, İslam dininə aid memarlıq abidələri inşa olundu. İslam hüququ öyrədildi. Xalq İslam dinini qəbul elədi. Şimal-Cənublu Azərbaycanda ümumiyyətlə qonşu İslam ölkələri ilə əlaqələr genişləndi və Azərbaycan belə deyək, İslam dini sayəsində bir xeyli irəli getdi. Əsas məsələ. Ünsiyyət vasitəmiz türk dilidir, danışıq dili türkcədir, ancaq tədris dili o dövr üçün elmi əsas dili İslam dövründə ərəb dili olur. Düz ta ki 20-ci əsrin sonlarına gələnə qədər biz əsas hansı əlifbadan istifadə elədik? Ərəb əlifbasından. Beləliklə mövzumuz yekunlaşdı desək yalan olmaz. Biz sizlə bugün ərəblərin Azərbaycandakı inzibati ərazi vahidlərindən, inzibati bölgülərindən, vergi siyasətindən, torpaq siyasətindən, ümumiyyətlə köçürmə siyasətindən İslam dininin gəlişi, xalqın formalaşması barəsində geniş bir izahat verdik. Ümid edirəm sizin üçün faydalı olar, yardımcı olar bu mövzu izahatı. Gələn mövzu izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.